Məsələ burasındadır ki, Jack London sağ olarkən öz pulu ilə çox nəhəng 4 mərtəbəli bir nəhəng usadba, nəhəng bir kotej, nəhəng bir villa tikdirib. Nəhəng bir qəsr demək olar hətta. Nəhəng daşlardan. Bunların hamısını mən nəhəng epiteti işlədirəm, bu təsadüfi deyil. Elə daşlara baxanda görürsən ki, bu daşları o zaman nə ilə gətiriblər, necə gətiriblər, hansı texnologiya ilə, hansı texnika ilə gətirib üst-üstə bunları yığıblar, qalayıblar və s. Demək, bunun evi olubdur. Məsələ burasında ki, ev yanıbdır. 1914-cü ildə. Demək, Jack Londonun gözünün qabağında ev yanıbdır, bu 4 mərtəbəli ev. Jack London bu evi çox sevirdi. Bəlkə də bu evin elə sevdası və daha doğrusu bu evin zərbəsi Jack Londonun həyatının qısalmağına səbəb olan amillərdən biri hesab oluna bilərdi. Ev tikilib başa çatır. O qulluqçularla, xidmətçilərlə, orada işləyən fəhlilərlə oturub söhbət eləməyi, onlarla yeyib içməyi Jack London bir sadə adam kimi xoşlayırdı, sevirdi. Çünki onun əsərlərinin qəhrəmanları sadə insanlar idi. Bu insanlarla da o həmişə dil tapırdı, onlarla bir yerdə olurdu, onlarla meşəyə də bir yerdə gəzintiyə çıxırdı. Demək, burada birinci mərtəbəsi qulluqçular üçün ayrılmışdı. Onun 20-dən çox qulluqçusu vardı. Xidmətçi, qulluqçu deyəndə onun xidmətində duran evin, bağın, bağçanın, meşənin, parkın demək təmizliyi ilə məşğul olan adamlar, eləcə də evə xidmət göstərən adamlar idi. Bundan başqa ikinci mərtəbədə onun böyük saunası, üçüncü mərtəbədə yataq otağı, dördüncü mərtəbədə isə özləri üçün istirahət evi. Demək, nəhəng bir, demək, belə bir villa idi. Təəssüf ki, bu villa günlərin bir günündə qəfildən od tutub yandı. Onun yanmağı haqqında da fərziyyələr çoxdur. Məsələ burasındadır ki, həmin evin yanmasında Jack London özü vaxtilə üzvü olduğu Sosialist Partiyasının o sistemə aid olan Sosialist Partiyasının üzvü olmuşdu vaxtilə gəncliyində. Elə bütün sosial narazılıqlar, sosial amillər, sosial vəziyyət, Amerikanın sosial həyatı Jack Londonun yaradıcılığından qırmızı bir xət kimi keçir. Elə ona görə sosialistlər onu çalışırdılar ki, bir tanınmış adam kimi, nəhəng bir sima kimi, ədəbiyyat siması kimi, həm də bir ictimai, siyasi bir figur kimi yaxında saxlasınlar. Amma onlarla Jack Londonun arasında bəzi hallarda ixtilaflar baş verirdi. Ona görə də Jack London yaxın təmasda olduğu adamlara bunların o keçmiş həmkarları tərəfindən yandırıldığını zənn edirdi. Amma sonraki tədqiqatlar lap bu yaxınlarda, bir-iki il bundan əvvəlki olan tədqiqatlar ekspertiza nəticələri belə bir məlumat verdi ki, evdə boya maddələri olub, demək, yanğına tez həssas olan maddələr və evdə qulluqçuların səhlənkarlığı nəticəsində həmin maddələrin yığışdığı qab isinir, qızır və ondan sonra partlayış olur, yanğın törənir. Demək, məsələ belə olur. Biz gəzdik, demək, onun ev muzeyində Jack Londonun pal-paltarı, ovçu geyimləri, sonra silahları, kitabları, evə aid olan əşyaları toplanıb. Mən orada bəzi kadrları necə edərlər, lenti aldım, bəzi evin görüntülərini lenti aldım. Yəqin ki, indi tamaşaçılar da ona bir qisminə baxa biləcək. Sonra biz onun yanmış, dağılmış, indi artıq xarabazara çevrilmiş evinin yanına getdik. Bir evin yalnız indi divarları qalıbdı. Nəhəng daş divarlar Jack Londonun həyatının sanki bir faciəsinin heykəli kimi ucalmaqdadır. Ən maraqlı yer bu meşə parkda, yaxud parkda, çünki buna Jack London parkı deyirlər. Çox güman ki, yazıçının dəfn olunduğu yerdir. Jack Londonun məzarı. İndi mən həmin məzarın yanındayam, sadə. Üstünü mamır basmış bir daşdır. Bu bütövlükdə böyük yazıçının həmin məzarı, yəni həm sinə daşı, həm baş daşı hesab olunur. Gördüyünüz kimi ağaçlarla əhatə olunub. Belə ağaçlar da köhnədir. Yazıçının zamanından qalıbdır. Yəni hasara alınıbdır. Yəni bu. Ev muzeydən təxminən 1-2 kilometr aralıda yerləşən, daha doğrusu qərar tutmuş
məzara doğru getdik. Yol boyu asılmış lövhələrdə bu qəbrin, bu məzarın nə zaman qazıldığı, Jack Londonun nə zaman həyata əlvida dediyi, nə üçün məhz burada yerləşdiyi, özünün, demək, öz evinin ərazisində dəfn olunmağı haqqında məlumat var idi. Amma mənim nəvəm Aydan tez-tez bizi xəbərdarlıq edir ki, lövhələrdə bu meşədə çoxlu ilanların olduğu da nəzərə çarpdırılır və bura gəlib gedən adamlardan maksimum ehtiyatlı olmağı tələb olunur. Mən doğrudan da nəzər saldım ətrafa, bir neçə kiçik ilanlar da gördüm. Hətta onları biz necə deyirlər, lentə də çəkdik. İndi mən bilmirəm doğrusu bu ilanlar zəhərli idi, zəhərsiz idi, amma hər halda elanlarda da göstərildi. Çox güman ki, zəhərli ilanlar da ola bilər. Burada nəinki ilanlar, bu 50 hektarlıq sahədə, indi böyük bir rayon mərkəzinin ərazisindən böyük ərazidə, çox güman ki, bu məşəlikdə vəhşi heyvanlar da ola bilər və bu barədə də volontyorlar məlumat verirdi. Volontyor demiş, onu deyim ki, biz orada demək olar ki, görmədik heç bir bizim bu səyahətdə bələdçilik edən adamları. Bələdçilər yox idi. Bəlkə də var idi, biz görmədik. Çünki sadəcə həvəskarlar, o Jack Londonun həyatına, yaracığına maraq göstərən həvəskar gənclər, qızlar, oğlanlar nəzərə çarpırdı. Əgər hər hansı bir sual səni maraqlandırırsa, onlara ünvanlamaq olurdu. Amma bizim buna ehtiyacımız yox idi. Necə deyirlər, yanımızda balaca mənim nəvəm tərcüməsimiz var idi. Biz getdik, mən heyrətə gəldim. Mən Jack Londonun, doğrusunu deyim ki, məzarını başqa cür təsəvvür edirdim. Çünki bizim özümüzün, hər birimizin təsəvvüründə nəhəng adamların məzarı nəhəng olmalıdır, baxımlı olmalıdır, görümlü olmalıdır, uzaqdan diqqəti cəlb eləməlidir. Amma mən o kadrları, o lentə aldığım kadrlarda görəcəksiniz. Bu daş da yox, ağac hasara alınmış, yəni ki, ağac, o zərif ağac hasarlara alınmış, elə o vaxtdan 16-cı ildən elə məzar belə də qalır, hasara alınmış, çox kiçicik, haradasa bir 5-6 kvadratlıq bir sahədir. Burada Jack Londonun baş daşı yoxdur, sinə daşı yoxdur, yalnız bir dənə qaya parçasını gətirib demək, burada onun sinə daşını və baş daşını əvəz edəcək bu qaya parçasını gətirib həmin bu hasarın içinə qoymuşlar. Bu nə üçün belə olubdur? Onun həyat yoldaşı, ikinci həyat yoldaşı, hansı ki bu ev muzeyi tikməkdə təşəbbüskar idi və bu işi başa çatdırmışdı, o deyirdi ki, Jack çox sadə həyat tərzi keçirdiyinə və sadə insan həyatına daha çox diqqət yetirdiyinə görə qəbrinin də həyatı kimi sadə olmağını istəyirdi, arzu edirdi. Yəni o təntərəli baş daşlarından, ondan sonra qəbir daşından uzaq bir adam idi və bunları qətiyyən eyninə almırdı, qətiyyən xəyalına gətirmirdi. Ona görə də deyir, biz bu baş daşı əvəzi bu nəhəng daşı, qaya parçasını gətirdik, həmin onun əvəz elədi. Digər bütün onun, az qala onun həm mavzələyidir, həmin o daş, həm sinə daşıdır, həm baş daşıdır. Yaxınlıqdakı, demək, kiçik ağac hasarının içində isə onun iki övladının nəşi orada uyuyur. Jack Londonla bir yerdə onun həyat yoldaşını, ikinci həyat yoldaşını da demək, nəşi yandırılmış formada həmin məzardadır. Yəni, yazıçının özü ilə arvadı eyni bir, demək, məzarda uyuyurlar. Biz gəzdik, orada tanış olduq muzeylə. Sonra mənim diqqətimi cəlb edən bir sıra amillər oldu. Buraya gələnlərin, açıq deyim ki, əksəriyyəti keçmiş Sovetlər İttifaqından gələn insanlar idi. Bu muzey özü heç də mərkəzi yerdə deyil. San Fransiskonun mərkəzi deyil, ondan sonra Kaliforniyanın mərkəzi deyil. O ucqar bir yerdədir. Uzun bir yol qət eləmək lazımdır. Amma buna baxmayaraq, onun oxucuları böyük maraq hissi ilə bura gəlirlər. Düzdür, indi Amerikada məşhurdur, ondan sonra İngiltərədə məşhurdur. Yəni, bu İngilis dilində yazdığına görə o ölkələrdə o məşhurdur. Amma qəribədir ki, keçmiş Sovetlər Birliyindən
ondan sonra və digər yaxın ölkələrdən, başqa ölkələrdən buraya bir əgər belə demək təbiri caizsə bir oxucu axını, bir insan axını müşahidə olunur. Biz burada çox maraqlı detalları müşahidə elədik. Bu ev muzey çox geniş bir ərazini 10 hektarlarla yeri tutur, əhatə edir. Yazıcı ömrünün son illərini burada yaşayıbdı, burada işləyibdi. O qədər də böyük olmayan bir mənzildir. Şimdi onun foto şəkilləri asılıbdır bu divarlardan. Onun öz zamanında elə divardan asılmış bəzi rəngkarlıq nümunələri də var. Bu saat da böyük yazıcının divar saati hesab olunur. Onun müxtəlif dillərdə və müxtəlif dillərdə nəşr olunmuş kitablarda burada yer tutur. Sərgidə çoxlu adamlar var, gəlib gedənlər çoxdur. Bu da onun makinasıdır. Pəncərədən görünür, bu da böyük bir ərazidir. Oxucular rəy kitablarını öz rəylərini yazırdılar. Dünyanın bir çox ölkələrində çap olunmuş əsərlər divar boyu qat-qat üstə yığılmışdı. Mən təəssüf elədim ki, üstümdə Jack Londonun Azərbaycan dilində yazılmış əsərləri yoxdur. Azərbaycanda da Jack Londonu çox sevirlər. Mənim də çox sevdiyim yazıçıdır. Açıq deyim ki, haqqında dediyim kimi uzaq gəncliyimdə onun əsərlərini oxumuşam. Çox böyük ehtiramla onun demək Qızıl Axtaranlar haqqında olan əsərləri, hekayələri, şimal hekayələri, ən çox da sevdiyim onun demək Martin Eden romanıdır. Dəmir Daban romanı da Azərbaycanca var. Onun demək olar ki, əksər əsərlər Azərbaycan dilində var. Təəssüf edirəm ki, yeni nəsil onun yaradıcılığı ilə o qədər də yaxından tanış deyil. Jack Londonun Martin Eden romanı haqqında da mənim ayrıca məqaləm var. Və əsərin qəhrəmanı bildiyimiz kimi əsərin adından göründüyü kimi Martin Edendir. Amma eləcə də Ruf adlı bir xanımdır. Sonra onlar hətta Jack Londonun sağlığında film çəkilməyə başlayıbdı. Qabaqca səssiz film, sonra səsli filmlər. Təxminən bir 3-4 il bundan qabaq 2019-cu ildə səhv verəmləmsə, fransızlarla Meksikanlılar da Martin Eden adlı bir film çəkiblər. Bunu da əlavə illüstrasiya kimi bildirirəm ki, orada Rufun adı, yəni şu qız ki var, gəncliyində Martin Eden vurulmuşdu ona, yəni əsərin qəhrəmanı. Rufun adı orada Ruth kimi gedir. Qəribədir ki, mənim belə indi yadıma düşür danışıqsa ki, müşahidələrimə görə bəzi əsərlərdə, bəzi filmlərdə onun adı Ruth kimi gedir, bəzilərində Rufa kimi gedir. Yəni yazıçının əsərlərin, personajların adlarında da müəyyən korrektə işlər aparılıbdır. Mən bu kiçik səyahətdən sonra bir daha bu qənaətə gəldim ki, böyük əsərlər heç zaman ölmür. Nə qədər ki, Jack Londonun oxucuları var, onun əsərləri də onun ömrü qədər uzanacaq. Mən böyük təəssüratla həm qızım Güntəkin və nəvam Aydanla Jack Londonun ev muzeyindən ayrıldıq və sonra mən öz təəssüratımı kiçik qeydlər şəklində qələmə aldım. Bu qədər.